Axşamınız xeyir uşaqlar. Bugünkü mövzumuz mübtədadır. Mübtəda cümlənin baş üzərindən biridir. Xəbərlə bərabər cümlənin qrammatik əsasını təşkil edir. Mübtəda adı halda olur və adı halda olan bütün əsas diksiyələri mübtəda olur. Söz birləşməsi də mübtəda kimi cümlədə çıxış edə bilir. Mübtəda əlaqə baxımından, tabiri əlaqəsi baxımından ancaq xəbərlə və təyinli əlaqədə olur. Bu əlaqə zamanı da müstəqil tərəf kimi, əsas tərəf kimi çıxış edir. Mübtədanın ifadə vasitələri. İsimlə. Qız yaxşı oxuyur. Qız burada isimdir, cümlədə oldu mübtəda. Sifətlə. Cavanlar çıxış etdilər. Cavanlar sifətdir, cümlədə oldu mübtəda. Sayla. 10-cular tədbirdə iştirak etdilər. 10-cular saydı, cümlədə oldu mübtəda. Əvəzliklə. Mən dərsə gedirəm, o dərs oxuyur, hamı çıxış edir. Bax, bu cümlədəki əvəzliklərin hamısı kimsə ona cavab verdiyi üçün oldu mübtəda. Zərf ilə. Yuxarılar qərar verdilər. Yuxarılar zərfdir, cümlədə oldu mübtəda. Feillə, daha doğrusu məstərlə. Məstər oxumaq hamıya lazımdır. Oxumaq oldu mübtəda. Unutmayaq ki, məsəl tərkibi də mübtəda ola bilir. Dərs oxumaq lazımdır. Nə? Dərs oxumaq. Məsəl tərkibi oldu cümlədə mübtəda, yəni söz birləşməsi oldu. Və yaxud da fe'li sifətlə. Oxuyanlar tədbirdə çıxış etdilər. Oxuyanlar fe'li sifətdir, cümlədə oldu mübtəda. Dərs oxuyanlar çıxış etdilər desəmsə, fe'li sifət tərkibi cümlədə oldu mübtəda. İsim birləşmə ilə. Mənim kitabım daha maraqlıdır. Maraqlıdır nə? Mənim kitabım. İsim birləşmə oldu cümlədə mübtəda. Gördüyümüz kimi mübtəda bütün əsas niksələri ilə və söz birləşmələri ilə ifadə olundu. Quruluşuna görə bütün cümlə özləri mübtəda daxil olmaqla ikiyə bölünür. Sadə, əsas niksələri ilə ifadə olunanlar, mürəkkəbsə söz birləşməsi ilə ifadə olunanlardır. Bu qədər.